3-4 həftəyə Auralina ilə daha ideal üz dərisinə sahib olmağın yolunu göstərirəm. Gün 3. Bir müddət əvvəl güzgə baxanda hiss edirdim ki, dərim əvvəlki kimi görünmür. Üzüm yorğun görünürdü, dərim cansız və mat idi. Bəzi günlər quru olurdu və üz tonum da tam bərabər görünmürdü. Hətta bəzi yerlərdə kiçik ləkələrdə daha çox diqqət çəkirdim. Və buna görə Auralin istifadə etməyə başladım. Kremi 3 həftə istifadə etdim və nəticəni gördüm. Sonra isə həmin prosesi sizinlə paylaşmaq qərarına gəldim. Artıq bu mərhələdə hiss edirdim ki, dərim daha yaxşı görünür, bəlkə quru və mat görünüş azalır. Üzümə təbii parlaqlıq və canlılıq gəlir. Müddət istifadə etdikcə isə üz tonunun daha bərabər göründüyünü hiss etdim. Dərinin ümumi görünüşdə daha canlı və sağlam görünməyə başladı. Zamanla isə dəridə olan bəzi ləkələrin də daha solğun göründüyünü fərq etdim. Auralin mənə həm də ona görə rahatdır ki, tərkibində SPF qoruması var və makiyajdan əvvəl baza kimi də istifadə etmək olur. Eyni zamanda gözaltı nahiyəyə tətbiq etmək də mümkündür. Əgər sizin də dəriniz yorğun, cansız görünürsə və üz tonunuz bərabər deyilsə, bu challenge-i mütləq izləyin. Səhifəmizi izləməyi və bu postu dostlarınıza göndərməyi də unutmayın.